Atanın, ananın razılığı Allah'ın razılığıdır. Çalış atanın, ananın dilinden duran. Oğlum, Allah senden razı olsun. Kızım, Allah senden razı olsun. Bana, Allah senden razı olsun. Atanın, ananın dilinden dua. Çünkü atanın, ananın razılığı Allah'ın razılığıdır. Ata-ana yaşlandıqca zəifləməz. Əslində, dualarıyla güclənir. Sən elə bilirsən, zəiflənir. Amma əslində o güclənir. Məsələn, ola bilər, ağacın kökü zəifləsin, amma kölgəsi hələ də düşsün. Ata-ana yaşlanmış olsa da, amma ağacın kölgəsini sağlamır. Onun kölgəsi, sayəsi sənə ilə bəs edər.